Herkese salam əziz izləyicilər. Biz Yaradılış kitabını bitirdik və axırıncı səfər Yaradılış kitabında biz bilirik ki, İsrail xalqı Misirdə qalıbdı və Misirdə oldular Yusiflə birlikdə. Yusif öldü və Yusifi yaxşı qələmə alan Firon ölür və ondan sonra artıq Misirlilər İsraillilərə zülm etməyə başlayır və bu 400 il çəkir. Çıxış kitabı ümumilikdə adı İsrail tarixində olan ən mühüm hadisə ilə bağlıdır. Bu, İsrail xalqının Allahın köməkliyi ilə Misir köləliyindən çıxmasıdır. Allah öz möhtəşəmliyini, sədaqətini, mərhəmətini seçdiyi xalqına belə aşkar edir. Bu kitab 4 əsas hissədən ibarətdir. İsraillilərin köləlikdən azad olması, onların Sina dağına getməsi, bu iki, bir o İsraillilərin köləlikdən azad olması, 3 Allahın öz xalqı ilə bağladığı əhdi və onunla bağlı İsraillə yaşamaq üçün əxlaqi, mülki və dini qanunların verilməsi, 4 İsrail üçün ibadətgahın, müqəddəs məskənin və onun avadanlığının qurulması, həmçinin kahinlər üçün Allaha ibadət qaydalarının verilməsi, qayda qanunlarının verilməsidir. Bu kitab hər şeydən əvvəl köləlikdən qurtarıb gələcəyə ümidlə baxan Allah xalqının formalaşmasından danışır. Kitabın əsas qəhrəmanı olan Musa peyğəmbər İsrail xalqını Misirdən çıxarmaq üçün Allah tərəfindən rəhbər seçilmişdir. Kitabın məzmunu çıxış kitabında biz oxuyacağıq. Biz bu 4 hissəyə böləcəyimiz üçün çıxış kitabını oxuyacağıq. Biz 1-ci fəsildən 15-ci fəsildə daxil olmaqla Pasxa və Misirdən çıxışa qədər. Artıq Qırmızı dənizdən Sina dağına köçmə və o biri hissələrdə, yəni digər 2-ci, 3-cü hissələrdə və 4-cü hissələrdə mövcud olacaq. Biz bugün danışacağıq İsraillərin köləlikdən azad olmasından. Oxuyacağıq daha doğrusu. İsrail övladlarının Misirdəki vəziyyəti. Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi. Ruven, Şimeon, Levi, Yahuda, İsakar, Zevulun, Binyamin, Dan, Naftali, Qad, Aşer. Yaqubun nəslindən törənən 70 nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi. Vaxt yetişdi. Yusif qardaşları və o nəslin hamısı öldü. Amma İsrail övladları çoxalıb böyüdülər. Sayları artdı və onlar çox qüvvətləndi. Ölkə onlarla doldu. Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. O xalqına dedi: "Baxın, İsrail övladları sadəcə bizdən çox və daha qüvvətlidir. Gəlin onlarla ağılla rəftar edək. Yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər." Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları Firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər. Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq onlar çoxalıb artdırdı. Onda Misirlilər İsrail övladlarından qorxub onları sıxıntılı əsarətdə saxladılar. Misirlilər İsrail övladlarını ağır işlərlə, palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər. Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi: "İbrani qadınlarını doğuzduranda baxın, əgər uşaq oğlan olarsa onu öldürün, yox əgər qız olsa qoy yaşasın." Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının bunları əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar. Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi: "Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?" Mamaçalar Firona dedilər: "Çünki İbrani qadınları Misirli qadınlar kimi deyil. Onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən əvvəl doğurlar. Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi. Onlar qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi." Firon bütün xalqını əmr edib dedi: "İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın. Hər qız uşağını isə sağ qoyun." Musanın doğulması. O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı. O hamilə olub oğul doğdu və uşağın gözəl olduğunu görüb 3 ay gizlətdi. Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir səbət götürüb ona qır və qatran sürtdü. Körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın arasına qoydu. Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı. Fironun qızı çimmək üçün çaya girdi.
Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi. Sonra səbəti açıb bir oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: "Bu İbrani oğlanlarındandır." Körpənin bacısı Fironun qızına dedi: "Bəlkə gedib sənin üçün İbrani qadınlardan bir daya çağırım ki, körpəni əmizdirsin." Fironun qızı ona get dedi. Qız gedib körpənin anasına çağırdı. Fironun qızı ona dedi: "Bu körpəni götürüb mənim üçün əmizdir. Sənə bunun haqqını verərəm." Qadın körpəni götürüb əmizdirdi. Uşaq böyüdü və qadın onu Firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O uşağın adını Musa qoyub dedi: "Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum." Musa İbrani dilində çıxaran mənasını verir. Musa Misirlini öldürür. Çox illər keçdi. Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bu, bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü. Musa ətrafına baxıb heç kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi. Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: "Yoldaşını niyə vurursan?" O adam dedi: "Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?" Musa qorxaraq ürəyində dedi: "Deyəsən bu iş barədə bilirlər." Firon bu işdən xəbərdar olanda Musanı öldürtmək istədi. Ancaq Musa Fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu. Musa Midyanda yaşayır. Midyan kahininin 7 qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun keçilərinə su vermək üçün təknələri doldurdular. O vaxt çobanlar gəlib onları qovdular. Onda Musa qalxıb qızlara kömək etdi və qoyun keçilərinə su verdi. Qızlar ataları Reuelin yanına gələndə o dedi: "Necə oldu ki, bugün tez gəldiniz?" Onlar dedilər: "Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim üçün quyudan su çəkib qoyun keçiyə su verdi." O qızlarına dedi: "O adam hardadır? Onu niyə buraxdınız? Çağırın, gəlib çörək yesin." Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi. Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: "Mən yad bir ölkədə qərib oldum." Gerşom İbrani dilində orada qərib mənasındadır. Allah İsraillilərin fəryadını eşidir. Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərlə görə etdikləri nalələri Allaha çatdı. Allah onların iniltisini eşitdi. İbrahimlə, İshakla və Yaqubla olan əhdini xatırladı. Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı. Rəbb Musanı çağırır. Musa qaynatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorəvə gəldi. Birdən Rəbbin mələyi ona bir kol arasından odalov içərisində göründü. Od içində kolun sönmədən yanmasını görüb Musa öz-özünə dedi: "Gedim bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır." Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: "Musa, Musa." O da "Mən buradayam" dedi. Allah dedi: "Buraya yaxınlaşma, ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır." Sonra dedi: "Mən atanın Allahı, İbrahimin Allahı, İshakın Allahı və Yaqubun Allahıyam." Musa özünü örtdü, çünki Allaha baxmağa qorxurdu. Rəbb dedi: "Həqiqətən mən Misirdə olan xalqımın əziyyətini gördüm. Nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa, Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım. İndi isə İsrail övladlarının fəryadı mənə çatdı. Misirlilərin onlara etdikləri zülmü görürəm. Buna görə də get, səni Fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan." Musa Allaha dedi: "Axı mən kiməm ki, Fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?" Allah dedi: "Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq. Sən xalqı Misirdən çıxaranda bu dağda mənə ibadət edəcəksiniz." Musa Allaha dedi: "İsrail övladlarının yanına gedib, məni sizin yanınıza atalarınızın Allahı göndərib deyəndə, onlar məndən soruşa bilərlər: Bəs onun adı nədir? Onda mən nə deyim?" Allah Musaya dedi: "Var olan mənəm." Sonra dedi: "İsrail övladlarına belə söylə: Mənəm deyən sizin yanınıza
məni göndərdi. O yenə Musaya dedi: İsrail evladlarına söylə, atalarınızın Allahı, İbrahimin Allahı, İshakın Allahı və Yaqubun Allahı, Rəbb məni sizin yanınıza göndərdi. Əbədi olaraq adım budur. Nəsildən nəslə anılan ismim budur. Get İsrail ağsaqqallarını topla, onlara belə söylə. Atalarınızın Allahı, İbrahimin, İshakın və Yaqubun Allahı, Rəbb mənə görünərək bunları dedi. Sizi və Misirdə başınıza gətirilənlərin hamısı nəzərimdədir. Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kananlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə süd və bal axan torpağa aparacağam. İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına gedib de, İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə 3 günlük yol gedək və orada Allahımız Rəbbə qurban gətirək. Amma bilirəm ki, Misir padşahı qüdrətli əl vasitəsilə məcbur olmasa, sizin getməyinizə izin verməyəcək. Mən də əlimi uzadıb orada hər cür xariqələrimi göstərərək Misiri vuracağam. Bundan sonra Misir padşahı sizi buraxacaq. Bu xalqa qarşı Misirlilərin gözündə lütf qazandıracağam ki, yola düşdüyünüz zaman əliboş getməyəsiniz. Hər qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl, gümüş, əşya və paltar istəsin. Bunlarla oğul və qızlarınızı bəzəyəcəksiniz. Beləcə Misirliləri soyacaqsınız. Rəbb İbrani mətnində Yahvə olan bu sözü odur kimi də demək olar. Bu söz səs və məna cəhətindən 3-cü fəsil 14-cüdə mənəm İbrani mətnində ehyə sözü ilə əlaqəlidir. Cüzam yaxud da iyrənc dəri xəstəliyidir. Cüzam xəstəliyi həmçinin ona Mycobacterium leprae deyilir. Allahın Musaya verdiyi əlamətlər. Musa belə cavab verdi: Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb, Rəbb sənə görünməyib deyəcəklər. Rəbb Musaya dedi: Sənin əlindəki nədir? O dedi: Əsa. Rəbb dedi: Onu yerə at. Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı. Rəbb Musaya dedi: Əlini uzadıb onun quyruğundan tut. Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu. Sonra Rəbb dedi: Bu əlamət ona görədir ki, İsraillər atalarının Allahı, İbrahimin Allahı, İshakın Allahı və Yaqubun Allahı Rəbbin sənə göründüyünə inansınlar. Rəbb yenə dedi: İndi əlini qoynuna qoy. Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda əli cüzama tutulub, qar kimi ağappaq oldu. Sonra Rəbb dedi: Əlini yenə qoynuna qoy. Musa yenə əlini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu. Rəbb davam etdi: Əgər sənə inanmasalar və əvvəlki əlaməti qəbul etməsələr, sonrakı əlaməti qəbul edəcəklər. Bu iki əlamətə də inanmayıb sözünə qulaq asmasalar, Nil çayının suyundan götürüb quruya tök. Çaydan götürdüyün su quruda qana çevriləcək. Musa Rəbbə dedi: Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam. Çünki dili ağır, səlis danışmayan bir adamam. Rəbb ona dedi: Ağzı insana kim verib? İnsanı lal, kar, kör, yaxud gözlü edən kimdir? Bunu edən mən Rəbb deyiləmmi? İndi get, mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm. Musa dedi: Ya Xudavənd, yalvarıram, başqa adamı göndər. Rəbb Musaya qəzəblənib dedi: Qardaşın Levli Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. Qardaşınla danış. Nə demək lazımdırsa ona başa sal. Mən isə sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. Bu əsanı əlinə götür. Onunla əlamətlər göstərəcəksən. Musa'nın Misirə qayıtması. Musa oradan getdi və qaynatası Yetronun yanına qayıdıb dedi: İzin ver qayıdıb Misirdəki xalqımın yanına gedim. Görüm onlar sağ-salamaddırlar ya yox. Yetro Musaya dedi: Salamat get. Midyan torpağında Rəbb Musaya dedi: Misirə qayıt. Çünki sənin canını almaq istəyən adamların hamısı ölüb. Musa arvadını və oğullarını götürüb eşeğə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı. Rəbb Musaya dedi: Misirə qaydanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və Fironun huzurunda onları göstər. Ancaq mən onun ürəyini inadkarlaşdıracağam və o xalqı buraxmayacaq. Firona söyləyəcəksən: Rəbb belə deyir: İsrail mənim oğlum, mənim ilkimdir. Sənə dedim ki, mənə ibadət etmək üçün oğlumu burax. Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda mən sənin ilk oğlunu öldürəcəyəm. Yolda gecələyərkən Rəbb Musaya rast gəldi və onu öldürmək istədi.
O zaman Sipora çaxmaq daşı götürüb oğlunu sünnət etdi və sünnət ətini Musanın ayaqlarına toxundurub dedi: "Sən mənim qan adaxlımsan." Beləliklə Rəbb ondan əl çəkdi. Sipora Musaya sünnətə görə qan adaxlımsan demişdi. Musa və Harun İsrail ağsaqqallarının yanında. Rəbb Haruna dedi: "Musanı qarşılamaq üçün səhraya get." Harun gedib Allahın dağında qardaşına rast gəldi və onunla öpüşdü. Musa Haruna Rəbbin onu necə göndərdiyini bildirdi. Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı. Musa və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar. Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi. Xalq bunlara inandı. Onlar Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib ona səcdə etdilər. Musa və Harun Fironun sarayında. Musa və Harun gəlib Firona dedilər: "İsrailin Allahı Rəbb belə deyir: Xalqımı burax ki, səhrada mənim üçün bayram keçirsinlər." Firon dedi: "Rəbb kimdir ki, onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram." Onlar dedilər: "İbranilərin Allahı bizə göründü. Qoy səhrada 3 gün yol gedək və Allahımız Rəbbə qurban gətirək ki, bizə vəba göndərməsin, yaxud da qılıncla məhv etməsin." Misir padşahı onlara dedi: "Ey Musa və Harun, nə üçün xalqı işindən ayırırsınız? Gedin işinizi görün." Sonra Firon dedi: "Artıq ölkədə xalqın sayı çoxdur. Siz isə onları işindən ayırıb istirahət verirsiniz." Fironun İsrail xalqına qarşı qəddarlığı. Həmin gün Firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi: "İndiyə kimi etdiyinizdən fərqli olaraq bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar. Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın, çünki onlar tənbəldirlər və buna görə də gedib Allahımıza qurban gətirək deyib fəryad edirlər. Bu adamlara daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər." Xalqın nəzarətçi və gözətçiləri adamların yanına gəlib onlara dedilər: "Firon belə deyir: Mən sizə saman verməyəcəyəm. Gedin özünüz hardan istəyirsiniz saman götürün, ancaq işiniz azalmayacaq." Xalq bütün Misir torpağına səpələnib saman əvəzinə küləş yığmağa başladı. Nəzarətçilər onları məcbur edərək deyirdilər: "Sizə saman verilən vaxt gördüyünüz gündəlik işi yerinə yetirin." Firon nəzarətçiləri İsrail övladlarının üzərinə qoyduqları İsrailli gözətçiləri döyüb dedilər: "Niyə dünən və bu gün indiyə qədər olan gündəlik kərpic sayını yerinə yetirməmisiniz?" İsrail övladlarına olan gözətçilər Fironun yanına gəlib ona fəryad edərək dedilər: "Qullarınla niyə belə rəftar edirsən? Qullarına saman vermirlər, ancaq bizə kərpiclər düzəldin deyirlər. Budur, qulların döyülür. Bu sənin xalqının günahıdır." O isə dedi: "Tənbəlsiniz, tənbəl. Buna görə də gedək, Rəbbə qurban gətirək deyirsiniz. İndi gedin işləyin, sizə saman verilməyəcək, ancaq gündəlik kərpic sayını düzəltməlisiniz." İsrailli gözətçilər sizin üçün müəyyən olunmuş gündəlik kərpic sayı azalmayacaq sözlərini eşidəndə pis vəziyyətə düşdüklərini anladılar. İsrailli gözətçilər Fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb dedilər: "Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin. Siz bizi Fironla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz." Musa Rəbbə müraciət edib dedi: "Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin? Sənin adınla Fironla danışmaq üçün gələndən bəri o bu xalqı bəlaya salır. Sən isə onları heç azad etmirsən." Rəbb Musaya dedi: "İndi mənim Firona nə edəcəyimi görəcəksən. Qüdrətli əllə məcbur ediləndə İsrail xalqını buraxacaq. Qüdrətli əllə məcbur ediləndə onları ölkəsindən qovacaq." Allahın Musaya vədləri. Sonra Allah Musaya dedi: "Mən Rəbbəm. Mən İbrahimə, İshaqa və Yaquba küll ixtiyar Allahın adı ilə göründüm. Ancaq Rəbb adı ilə özümü onlara tanıtdırmadım. Onlarla da mən əhd bağladım ki, qərib yaşadıkları ölkəni, Kənan torpağını onlara verib. İndi də Misirlilərin əsarətdə saxladığı İsrail övladlarının iniltisini eşidib öz əhdimi xatırladım. Buna görə də İsrail övladlarına söylə: Mən Rəbbəm, sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. Sizi özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb mənəm. Mən İbrahimə, İshaqa və Yaquba and içərək
verəcəyimi vəd etdiyim torpağa sizi aparıb oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm. Musa İsa rəvədanə elə söylədi, ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar. Rəbb Musaya dedi: Misir padşahı Fironun yanına gedib söylə ki, İsa övladlarını ölkəsindən buraxsın. Musa Rəbbin önündə dedi: İsa övladları mənə qulaq asmadı. Firon mənə necə qulaq asacaq? Mən yaxşı danışa bilmirəm. Rəbb Musa və Harunla danışıb onlara İsa övladları və Misir padşahı Firon üçün əmrlər verdi ki, İsa övladlarını Misir torpağından çıxartsınlar. Musanın və Harunun nəsil şəcərəsi. İsa övladlarının nəsil başçıları bunlardır. İsrailin ilk oğlu Ruvenin oğulları Xanok, Pallu, Xesron və Karmi. Ruvenin nəsli bunlardan ibarətdir. Şimeonun oğulları Yemuel, Yamin, Ohad, Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul. Simeonun nəsli bunlardan ibarətdir. Nəsillərə görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi 137 il ömür sürdü. Nəsillərə görə Gerşomun oğulları Livni və Şimey, Qohatın oğulları Amram, İzhar, Xevron və Uziyel. Qohat 133 il ömür sürdü. Merarinin oğulları Maxli və Muşi. Nəsillərə görə Levinin ailəsi bunlardan ibarətdir. Amram bibisi Yokevedi arvad olaraq aldı. Arvadı ona Harunu və Musanı doğdu. Amram 137 il ömür sürdü. İsharın oğulları Qorah, Nefek və Zikri. Uziyelin oğulları Mişael, Elsafan və Sitri. Harun Naxşonun bacısı Amminadabın qızı Elişevanı arvad aldı. Arvadı ona Nadabı, Abihunu, Eliyazarı və İtamarı doğdu. Qorahın oğulları Assir, Elqana və Abiyasaf. Qorahın ailəsi bunlardan ibarətdir. Harunun oğlu Eliyazar Putiyelin qızlarından birini arvad aldı. Arvadı ona Pinxası doğdu. Ailələrine görə Levililərin nəsil başçıları bunlardır. Adları seçilən Harun və Musa o adamlardır ki, Rəbb onlara İsa övladlarını dəstələrlə Misir torpağından çıxarın demişdi. Onlar həmin Musa və Harun idi ki, İsa övladlarını Misir torpağından çıxarmaq üçün Misir padşahı Fironla danışmışdılar. Allahın Musaya və Haruna buyurduğu əmrlər. Misir torpağında Rəbbin Musa ilə danışdığı gün Rəbb Musaya dedi: Mən Rəbbəm, sənə verdiyim bütün sözləri Misir padşahı Firona söylə. Musa Rəbbin önündə dedi: Mən yaxşı danışa bilmirəm. Firon mənə necə qulaq asacaq? Rəbb Musaya dedi: Səni Firon üçün Allah kimi qoydum. Qardaşın Harun isə sənin peyğəmbərin olacaq. Mənim sənə verdiyim əmri qardaşın Haruna söylə. Qoy o da Firona söyləsin ki, İsrail övladlarını ölkəsindən buraxsın. Lakin mən Fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq Firon sizə qulaq asmasın. Onda mən əlimi Misir torpağına uzadıb, böyük cəzalar göndərərək ordularımı, xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam. Əlimi Misir torpağına uzadaraq İsrail övladlarını onların arasından çıxardığım vaxt Misirlilər biləcəklər ki, Rəbb mənəm. Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər. Fironla danışdıqları vaxt Musanın 80, Harunun isə 83 yaşı var idi. Harunun əsası. Rəbb Musaya və Haruna dedi: Firon sizə məni inandırmaq üçün bir möcüzə göstərin deyəndə Musa Haruna desin: öz əsanı götürüb Fironun önündə yerə at ki, ilana dönsün. Musa və Harun Fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını Fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü. Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehirlərlə belə etdilər. Hər biri öz əsasını yerə atıb ilana döndərdi. Ancaq Harunun əsası onların əsalarını utdu. Lakin Rəbbin söylədiyi kimi Fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. Birinci cəza: suyun qana dönməsi. Rəbb Musaya dedi: Fironun inadkar ürəyi var, xalqı buraxmaqdan boyun qaçırır. Sən sabah səhər Firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı
əlinə götürüb onu Nil çayının sahilində gözlə. Sonra Firona de, İbranilərin Allahı Rəbb məni yanına göndərdi ki, sənə deyim, xalqımı burax ki, səhrada mənə ibadət etsin, ancaq sən indiyə qədər qulaq asmadın. Buna görə də Rəbb belə deyir, bundan biləcəksən ki, Rəbb mənəm. Bax, mən əlimdəki əsanı Nil çayının suyuna vuracağam. Onda su qana dönəcək, çayda olan balıqlar öləcək və çay iylənəcək. Misirlilər çaydan su içməyə iyrənəcəklər. Rəbb Musaya dedi, Haruna belə söylə, əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat. Orada olan sular qana dönsün. Bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq. Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər. Fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çaydakı bütün su qana döndü. Çaydakı balıqlar öldü. Çay iyləndi. Misirlilər buradan su içə bilmədilər. Misir torpağı qan içində idi. Amma Misir sehirbazları da öz sehirləri ilə belə etdilər. Rəbbin söylədiyi kimi Fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. Firon qayıdıb öz sarayına gəldi. Bu işi də ürəyinə salmadı. Bütün Misirlilər Nil çayı sahilində yer qazmağa başladılar ki, içməli su tapsınlar. Çünki çayın suyundan içə bilmirdilər. Ərəb çaya bəla göndərəndən sonra 7 gün keçdi. İkinci cəza. Qurbağalar. Rəbb Musaya dedi, Fironun yanına gedib ona söylə, Rəbb belə deyir, xalqımı burax ki, mənə ibadət etsin. Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla doldurub bəlaya salacağam. Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər. Əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər. Sənin xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq. Rəbb Musaya dedi, Haruna belə söylə, əsanı götür və əlini çayların, arxların, göllərin üzərinə uzat, qoy Misir torpağı qurbağalarla dolsun. Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü. Sehirbazlar da öz zehirlərlə belə etdilər və Misir torpağının üzərinə qurbağalar gətirdilər. Firon Musanı və Harunu çağırıb dedi, Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd etsin. Onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram. Musa Firona dedi, söylə nə vaxt sənin əyanların və xalqın üçün dua edim ki, qurbağalar səndən və evlərindən yox olsun və yalnız çayda qalsınlar. Firon dedi, sabah. Musa dedi, sən dediyin kimi olacaq. Bundan biləcəksən ki, Allahımız Rəbbə bənzəri yoxdur. Qurbağalar səndən, evlərindən, əyanlarından, xalqından rədd olacaq. Yalnız çayda qalacaqlar. Musa və Harun Fironun yanından çıxdılar. Musa Rəbbin Fironun üzərinə göndərdiyi qurbağalara görə ona yalvardı. Rəbb də Musanın sözlərinə əməl etdi. Evlərdə, həyətlərdə, tarlalarda olan qurbağalar öldü. Onları qalaq-qalaq yığdılar və torpaq iylənməyə başladı. Ancaq Firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı. Üçüncü cəza, mığmığalar. Rəbb Musaya dedi, Haruna belə söylə, əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün. Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin tozu mığmığaya döndü. Sehirbazlar da sehirlərlə mığmığalar gətirmək istədilər, ancaq bunu bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu. Sehirbazlar Firona dedilər, bunda Allahın əli var, ancaq Rəbbin söylədiyi kimi Fironun ürəyi inadkar oldu və o qulaq asmadı. Dördüncü cəza, mozalanlar. Rəbb Musaya dedi, səhər tezdən qalx, Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə, Rəbb belə deyir. Xalqımı burax ki, mənə ibadət etsin. Əgər sən onları azad etmək istəməsən, sənin əyanlarının, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin evləri, yaşadıkları torpaq mozalanlarla dolacaq. Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb mənəm. Sənin xalqınla öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq. Rəbb belə də etdi. Fironun sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını bastı. Mozalanların əlindən ölkə viran oldu. Firon Musanı və Harunu çağırıb dedi, gedin bu ölkədə öz Allahınıza qurban gətirin. Ancaq Musa dedi,
Belə etmək olmaz, çünki bizim Allahımızı Rəbbə qurban kəsməyimiz Misirlilərdə ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq etməzlərmi? Biz istəyirik ki, səhrada 3 gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi qurban gətirək. Firon dedi, mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz. Ancaq çox uzağa getməyin, mənim üçün də yalvarın. Musa dedi, mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah Fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy Firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın. Musa Fironun yanından gedib Rəbbə yalvardı. Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan qurtardı. Daha mozalan qalmadı. Ancaq bu dəfə də Firon ürəyində inadkarlıq etdi və xalqı buraxmadı. 5-ci cəza, qırğın. Rəbb Musaya dedi, Fironun yanına gedib ona söylə, İbranilərin Allahı Rəbb belə deyir, xalqımı burax ki, mənə ibadət etsin. Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən, budur Rəbb tarlanda olan heyvanların at, eşək, dəvə, mal, qara və qoyun keçinin üzərinə əlini qaldıracaq. Çox ağır qırğın olacaq. Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək. Rəbb vaxt təyin edib dedi, Rəbb bunu ölkədə sabah edəcək. Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü, ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi. Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç birinin ölmədiyi barədə xəbər aldı. Ancaq Fironun ürəyi inadkar oldu və o xalqı buraxmadı. 6-cı cəza, irinli tibanlar. Rəbb Musaya və Haruna dedi, kürədən əlinizi ovuc-ovuc qurum götürün. Qoy Musa onu Fironun gözü önündə göyə səpsin. Bütün Misir torpağında toz qalxacaq. İnsanların və heyvanların bədənində irinli tibanlar əmələ gətirəcək. Onlar kürə qurumunu götürüb Fironun huzurunda dayandılar. Musa onu göyə qədər səpdi. İnsanların, heyvanların bədəninə irinli tibanlar çıxdı. Sehirbazlar da bu cəzaya görə Musanın qabağında dayana bilmədilər. Çünki sehirbazların və bütün Misirlilərin bədənlərinə tibanlar çıxmışdı. Rəbbin Musaya söylədiyi kimi oldu. Rəbb Fironun ürəyini inadkar etdi və Firon onlara qulaq asmadı. 7-ci cəza, dolu. Rəbb Musaya dedi, sabah səhər tezdən qalx və Fironun qarşısına gedib ona belə söylə. İbranilərin Allahı Rəbb belə deyir, xalqımı burax ki, mənə ibadət etsin. Çünki mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərində bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada mənə bənzər yoxdur. Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın. Amma ona görə səni qoruyub saxladım ki, öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin. Sən hələ də mənim xalqıma qarşı durmusan və onu buraxmırsan. Budur, mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm. Elə bir dolu ki, Misir qurulandan indiyə qədər orada olmayıb. İndi heyvanlarını və çöldə olan hər şeyini apar. Çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yığacaq və öləcəklər. Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdi. Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular. Rəbb Musaya dedi, əlini göyə uzat, qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın. Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü. Rəbb Misir torpağı üzərinə dolu yağdırdı. Beləliklə çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı. Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə dolu olmamışdı. Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu. Ancaq İsrail övladlarının yaşadığı Qoşen torpağına dolu yağmadı. Firon Musanı və Harunu çağırtdırıb onlara dedi, bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq. Kifayətdir. Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm. Daha burada qalmayın. Musa ona dedi, şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam. İldırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur. Ancaq mən bilirəm ki, sən və əyanların yenə də Rəbb Allahdan qorxmursunuz. Bu vaxt katan və arpa məhsulu məhv oldu. Çünki arpa dən gətirmiş, katan isə qozalanmışdı.
Ancaq buğda və kərpic məhsulu məhv olmadı, çünki onlar gec yetişir. Musa Fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı. İldırım və dolu dayandı və yerə yağış yağmadı. Firon yağışın, dolunun, ildırımın dayandığını görüb yenə də günah etməyə başladı. Özü və əyanları ürəklərini inadkar etdilər. Rəbbin Musa vasitəsilə söylədiyi kimi Fironun ürəyi inadkarlaşdı və o İsrail övladlarını buraxmadı. 8-ci cəza, çəyirtkələr. Rəbb Musaya dedi, Fironun yanına get. Məni Fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, mən Fironun və onun əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında öz əlamətlərimi göstərim. Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluma və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb mənim. Musa və Harun yenə Fironun yanına gəlib ona söylədilər. İbranilərin Allahı Rəbb belə deyir. Nə vaxta qədər qarşında özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, mənə ibadət etsin. Əgər sən mənim xalqımı azad etməsən, mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm. Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər. Tarladakı ağaclarınızın verdiyi zovları da yeyəcəklər. Onlar sənin əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyin nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər. Musa dönüb Fironun yanından çıxdı. Fironun əyanları ona dedilər, nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur? Musanı və Harunu yenə Fironun yanına çağırdılar. Firon onlara dedi, gedin Allahınız Rəbbə ibadət edin, ancaq deyin görək kimlər gedəcək. Musa dedi, uşaq, qoca, oğul, qızlarımız, qoyun keçi və qaramız da bircə gedəcək. Çünki Rəbbə bayram etməliyik. Firon onlara dedi, qoy Rəbb sizə kömək olsun ki, mən sizə arvad uşağınız da bircə buraxım. Bilirəm ki, sizin pis niyyətiniz var. Belə olmaz. Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz? Sonra Firon onları öz huzurundan qovdu. Onda Rəbb Musaya dedi, əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini dolu yağandan sonra qalan hər şeyi yesinlər. Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi. Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq. Çəyirtkələr bütün yer üzünə elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər. Bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı. Firon tələsik Musanı və Harunu çağırıb onlara dedi, Allahınız Rəbbə və sizə qarşı günah etdim. Xahiş edirəm, təkcə bu dəfə günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin. Musa Fironun yanından çıxıb Rəbbə yalvardı. Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə qalmadı. Ancaq Rəbb Fironun ürəyini inadkarlaşdırdı və o İsrail övladlarını buraxmadı. 9-cu cəza, zülmət. Sonra Rəbb Musaya dedi, əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət qatı qaranlıq olsun. Musa əlini göyə tərəf uzatdı və Misir torpağında 3 gün qatı zülmət oldu. 3 gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıkları yerlər isə işıqlıq idi. Firon Musanı çağırıb dedi, gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq qoyun keçiniz və mal-qaranız burada qalsın. Musa isə dedi, sən bizə ünsiyyət qurbanları və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək. Heyvanlarımız da bizimlə getməlidir. Bir dırnaqlı da qalmamalıdır. Çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik. Rəbb Fironun ürəyini inadkar etdi və o İsrail övladlarını buraxmaq istəmədi. Musa Fironun yanından çıxır. Sonra Firon Musaya dedi, rədd ol. Özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən. Musa dedi, düz deyirsən, bir daha gözünə görünmərəm.
Sonra Rəbb Musaya dedi: Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq. Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl, gümüş əşyalar istəsin. Rəbb öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində Fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi. Musa dedi: Rəbb belə deyir: Gecə yarısı mən Misirin ortasından keçəcəyəm. Misir torpağında taxta oturan Fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq. Lakin bütün İsraillərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur. Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: Sən və ardınca gələn bütün xalq buradan çıxın. Bundan sonra mən çıxacağam. Sonra Musa qızğın qəzəblə Fironun yanından çıxdı. Rəbb Musaya demişdi: Misir torpağında möcüzələrim çoxalsın deyə Firon sizə qulaq asmayacaq. Musa və Harun bütün bu möcüzələri Fironun huzurunda göstərdilər. Ancaq Rəbb Fironun ürəyini inatkarlaşdırdı və o İsrail övladlarını öz torpağından buraxmırdı. Pasxa bayramı üçün təlimat. Misir torpağında Rəbb Musaya, Haruna dedi: Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin. Qoy bu ayın 10-cu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adamın evinə yaxın qonşusu ilə bircə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birlik qüsursuz erkək heyvan götürün. Ya qoyunlardan bir toğlu, yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın 14-cü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının cəmaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər. Əti odda bişirib mayası çörək və acı göyərti ilə yesinlər. Onu çiğ yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun. Onu tələsik yeyin. Bu Rəbbin pasxasıdır. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhv edici bəla gəlməyəcək. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən nəslə əbədi qayda olaraq onu bayram edin. Mayasız çörək bayramı. 7 gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki birinci gündən 7-ci günə qədər mayalı çörək yeyəndə hər kəsin ayağı İsrail övladlarının arasından kəsilməlidir. Sizin üçün birinci və 7-ci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin. Bu mayasız çörək bayramına ona görə riayət edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən nəslə bu sizin üçün əbədi qayda olsun və bu günə riayət edin. Birinci ayın 14-cü gününün axşamından ayın 21-ci gününə axşamına qədər mayasız çörək yeyin. 7-ci gün evinizdə maya olmasın. Çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının arasından kəsilməlidir. Heç bir mayalı şey yeməyin. Yaşadığınız hər bir yerdə mayasız çörək yeyin. İlk Pasxa bayramı. Musa İsraillilərin bütün ağsaqqallarını çağırıb dedi: Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanı kəsin. Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın. Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Evinizə girməyə qoymayacaq. Buna özünüz və övladlarınız üçün əbədi qayda kimi həmişə riayət edin. Rəbbin söylədiyi kimi sizə
verdiyi torpağa çatanda bu ibadətə riayət edərsiniz. Övladlarınız sizdən bu ibadətin mənası sizin üçün nədir deyə soruşduqları zaman onlara söyləyin. Bu Misirlilərin bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır. Xalq əyilib səcdə etdi. Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər. Pasxa İbrani mətnində Pesah sözü olub, yanından keçmək deməkdir. 10-cu cəza. İlk övladların ölümü. Gecə yarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü. Taxtda oturan Fironun ilk oğlundan tutmuş zindanda olan əsrin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. O gecə Firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu. Çünki elə bir ev yox idi ki, orada ölən olmasın. Firon gecə Musanı və Harunu çağırıb dedi: "Çıxın, gedin, həm özünüz, həm də bütün İsraillər xalqımın arasından çıxın, gedin. İstədiyiniz kimi Rəbbə ibadət edin. Necə ki, deyirdiniz, qoyun keçinizi və mal-qaranınızı da götürüb gedin. Mənə də xeyir-dua verin." Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: "Yoxsa hamımız öləcəyik." Xalq maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı. İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl, gümüş əşyalar və paltar istədilər. Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar Misirliləri soydular. İsrail övladlarının Misirdən çıxışı. İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad uşaqdan əlavə 600 minə qədər piyada gedən kişi var idi. Qarışıq bir izdiham, çoxlu qoyun keçi mal-qara sürüləri də onlarla birgə yollandı. Misirdən çıxardıqları maya, qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər. İsrail övladlarının Misirdə yaşadığı müddət 430 il olmuşdu. Məhz bu 430 il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı. Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər. Pasxa yeməyinin qaydaları. Rəbb Musaya və Haruna dedi: "Pasxa bayramının qaydaları belədir. Heç bir qərib ondan yeməsin. Ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər. Qonaq və muzlu işçi ondan yeməməlidir. Qoy bu yemək bir evdə yeyilsin. Əti evdən bayıra çıxarılmasın və onun bir sümüyü də qırılmasın. Bütün İsrail icması bu yeməyi yesin. Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həm tayfanız kimi sayılır. Sünnət olunmayan heç bir kişi ondan yeməsin. Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir." İsrail övladları Rəbbin Musaya və Haruna əmr etdiyi kimi də etdilər. Rəbb o gün İsrail övladlarını Misir torpağından dəstələrlə çıxartdı.